Siz də saçlarınızın incəlməsindən və gec uzanmasından şikayət edirsinizsə, təklif edəcəyimiz maskalardan könül rahatlığı ilə istifadə edə bilərsiniz. Səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Ev şəraitində hazırlanmış təbii vasitələrdən hazırlanmış, saçları uzadan və gücləndirən, gürlaşdıran maska reseptləri. Hind qozu yağı. Hind qozu yağını birbaşa tətbiq etmək zədələnmiş saçları qoruyur. Saçların uzanması üçün lazım olan zülal və ya amin turşusu etkisini azaldır. Sərt kimyəvi maddələr ehtiva edən məhsulların yan təsirlərindən qoruyur. Saç dərinizə bir neçə yemək qaşığı hind qozu yağı ilə masaj edin və 1 saat sonra yuyun. Amla, hind motmutu. Türkiyədə bektaşi üzümü, Azərbaycanda motmutu, beynəlxalq dildə amla adlandırılır. Amla Hindistanda saç tökülməsində istifadə edilən məşhur dərmandır. Folikullardakı dermal papilla hüceyrələrini xəbərdar edərək saç böyüməsini sürətləndirir. Eyni zamanda saçın təbii böyümə dövrünün aktiv mərhələsini də uzadır. Amla yağını ovucunuzun içi ilə saçlarınızı masaj edərək tətbiq edin və 1 saat sonra yuyun. Soğan suyu. Fitokimyəvi birləşmələrlə zəngin olduğuna görə saç qıranı belə müalicə edə bilər. Suyunu çıxartmaq üçün yarım soğanı əzib süzün və baş dərisinə tətbiq edin. Qoxudan xilas olmaq üçün bol şampunla yuyun. Bunu həftədə 2 dəfə edin. Çəmən otu. Bu az istifadə edilən komponent bioaktiv birləşmələrlə zəngin olduğuna görə saçları parladır. Ancaq soya paxlası, yer fındığı və ya yaşıl göy noxud kimi paxlallara allergiyanız varsa, çəmən otu toxumlarını da allergiyanızın olacağını bilməlisiniz. Toxumların 4də 1-ni bir gecə suda saxlayın. Daha sonra onları bir məcun halına gətirin və 30 dəqiqə boyu saç maskası kimi tətbiq edin, yalnız su ilə durulayın. Qatıq. Qatığın əsas komponentləri böyüməyi sürətləndirən və ziyanı azalda bilən probiotiklərdir. Qatığın saçın keyfiyyətini artırdığı təcrübələrdə sübuta yetirilib. Saç sağlamlığınızı inkişaf etdirmək üçün hər gün qatıq yeməyiniz kifayətdir. Yaşıl çayı. Üz, gözaltı maskalarda yaşıl çay paketləri uzun illərdir təbii gözəllik xilasedicisi kimi işlədilir. Yaşıl çay antioksidantlar və polifenollarla zəngindir. Çaydakı bioaktiv birləşmələr saç tökülməsini belə azalda bilər. Belə maarifləndirici məlumat və informasiya xarakterli videoların davamı üçün bizə dəstək olmağı unutmayın.